Sabiq hücumçu Samir Əliyevin son təhlilləri bizə çempionatdakı o amansız rəqabəti göstərməklə yanaşı, klub rəhbərlərinin gənc istedadlara necə laqeyd qaldığını və bunun gələcəyimiz üçün niyə belə ciddi təhlükə olduğunu da açıq-aydın ifşa edir. 1. Sabah və Qarabağ arasında həm çempionluq, həm də kubok yarımfinalı uğrunda sadəcə möhtəşəm bir mübarizə gedir. Düzdür, Qarabağ 2017-2018-ci il mövsümündə oxşar vəziyyətdən qalib çıxmışdı, amma bu dəfə Sabah doğrudan da çox ciddi rəqibdir. Bu, sözün əsli mənasında iki şahmat ustasının amansız partiyasıdır. Görəsən bu dəfə təcrübə qalib gələcək, yoxsa gənclik əzmi? Təbii ki, çempionluq mübarizəsi bir yana, gəlin görək digər komandalarımız Avrokuboklar üçün necə dirçəlir. 2. Baxın, Ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişi ilə Neftçi yenidən Avrokuboklar zonasına yaxınlaşıb. Samir Əliyev onun təcrübəsinə, xüsusən də Zaryadakı o məşhur işinə çox güvənir. Bəs bircə düzgün seçilmiş məşqçi doğrudanmı bütöv bir klubun aurasını dəyişə bilər? Görünür, bəli. Yaxşı, düzgün məşqçi bugünü xilas etdi, bəs sabahımızı, yəni gənclərimizi kim xilas edəcək? Nəhayət xaricdəki legionerlərimiz. Almaniyada ağır zədədən sonra yenidən qol vuran Mahir Emreli və ABŞ o gözlənilməz transferi ilə Nəriman Axundzadə həqiqətən də çox ümidverici nümunələrdir. Amma əsas problemimiz nədir bilirsiniz? Klub rəhbərləri öz akademiyalarında yetişən 16-19 yaşlı gənc istedadlardan tamamilə xəbərsizdilər.